Anthony Gordon'un 4 qolu və oyunun əvvəlində hakimin şübhəli penalti qərarı və bundan sonra ruhdan düşən Qarabağ. Yekun nəticə 6-1 hesablı məğlubiyyət və Qarabağ Çempionlar Liqasının keçid play-off mərhələsindəki ilk oyununda belə bir hesabla uduzdu. Artıq cavab qarşılaşması formallığa çevrilir. Böyük ehtimalla Newcastle belə deyək artıq 8-1 final mərhələsini təmin edir. Amma bütün bunlara rəğmən Qarabağa böyük təşəkkür düşür və Azərbaycan futbolunun heç vaxt görmədiyi bir yer idi UEFA Çempionlar Liqasının keçid play-off mərhələsi və bundan sonra artıq Qarabağın ölkə çempionatındakı oyunlara daha çox diqqət ayıracağı gözlənilir və ümid edirəm ki, bu ildə Qarabağ çempion olaraq ölkəmizi UEFA Çempionlar Liqasına layiqincə təmsil edəcək. Baxmayaraq ki, bu mövsümdə Qarabağın çempion olmaması üçün belə deyək, aidiyyatı qurumlar deyək, aidiyyatı futbol, nə bilim, təsisatları əllərindən gələni eləyirlər. Ancaq bu reallıqdır ki, bugünkü gün üçün sabah digər komandalar nə qədər yaxşı oyun nümayiş elətdirsələr də, Azərbaycan futbolunun hazırki flaqmanı Qarabağdır. Və oyun sonrası Qurban Qurbanovun Super Flash müsahibəsini diqqətinizə çatdırıram. Məncə böyük bir təcrübə oldu və hər birimiz bu cür komandalardan, belə bir oyunlardan əlbəttə ki, dərs çıxartmalıyıq və qarşıda belə deyək, mən əgər fikirlərinizlədirsə, mən həmişə bildirirdim ki, ya xatirinizlədirsə ki, Avropa futbolu həddindən çox inkişaf edir, həddindən artıq. Bugün bunun tam şahidi oldu. Bugün baxsaq ki, bu komandada ümumi çox da böyük bir ulduzlar yox, amma ümumi iş rejimi, ümumi mexanika həddindən yuxarı səviyyədəydi. Yəni belə, məncə hamı üçün böyük bir təcrübə oldu. Çox sağ olun, uğurlar sizə.